Hər vaxtınız xeyir olsun. Satışa yeni bir şəxsə tikili həyət evi çıxıb. Zəhmət olmasa videoya sonadək baxın. Ev haqqında bütün məlumatlar video daxilində qeyd olunub. Kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Ev 5 sot yarım torpaq sahəsində inşa olunub. 2 mərtəbə 5 otaqdan ibarətdir. 6 qarajdır. Aşağıda da əlavə yardımçı otaqları da var. Bura evin həyətin giriş hissəsidir. Sol tərəfdə sanitar qovşağı da var. Təmirlidir və burada bağlı besetkası, kənarları cam balkondan bağlanıb, yay mətbəxi. Yeri də isti poldur. Bağlı bağçalı həyət evidir. Evin də dörd bir tərəfinə keçid mümkündür. Yerləşmə yeri Abşeron rayon Məhəmmədi qəsəbəsidir. Məktəbə, bağçaya yaxın məsafədədir. Yerləşdiyi yerdə hündür yerdir qeyd etdiyim kimi. Burada ehtiyat 5 tonluq su çəni də var. Mərtəbələr arası da monolit betondur. Qarajdan yuxarı da monolitdir. Və bu da digər yardımçı otağı. Və bağ sahəsi. Fasadında da qlay daşlardan üzlənib. İki eyvanı var. ...385 kvadratlıq evdir. Daxil olaq evə. Daxil olduq evə. Bura evin dəhlizi. Dəhlizdən otaqlara paylanılır. Yer isti poldur. Tavanı dartma tavandır. Polu parketdir. Sol tərəfdə mətbəx yerləşir. Satış zamanında mətbəx mebeli evdə qalacaq. Bura qonaq otağı. Beşin 8-in inşa olunub qonaq otağı. Ev qeyd etdiyim kimi şəxsi tikilidir. Tam təmirli həyət evidir. Bir otaq. Hamam və sanitar qovşaq ayrı-ayrılıqda. Duş kabininə də quraşdırılıb hazırdır. Qalxaq ikinci mərtəbəyə. Bura ikinci mərtəbənin dəhlizi. Listurlarına da bahalıdır. Bu listurlar hamısı evdə qalacaq. Burada hamam və sanitar qovşaq ikinci mərtəbəyə aid. Mini barı. Sağda qonaq otağı. İkinci otaq. Və üçüncü otaq. Bu otaqdan da eyvana çıxış var. Evin yerləşmə yeri Abşeron rayon Məhəmmədi qəsəbəsidir. Məktəbə, bağçaya və mərkəzi yola yaxın məsafədədir. Hündür yerdə yerləşir. 5,5 sotdan inşa olunub. 2 mərtəbə 5 otaqdan ibarətdir. Sənəd kupsadır. Evin və torpağın qiyməti 260.000 manat. Real alıcıya indirim mümkündür. Qiyməti yenidən qeyd edim 260.000 manat. Bu və ya digər elanlar üçün kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın.